Mədarij Salikin kitabının muxtəsərində İbn Qayyim rahimehullah buyurur: Mənzilətür raca. Ər-raca yəni ümid mərhələsi, ümid dərəcəsi. Allah Teala İsra surəsi 57-ci ayədə buyurur: Ulaikellezine yed'un yebtağun ila rabbihimul vesilete eyyuhum aqrabu ve yercun rahmetehu ve yakhafun azabeh. Dua o kəslər ki, onları çağırırlar, onlar özləri Rəbbinə yaxın olmaq üçün vəsilə axtarır və Rəbbinin rəhmətinə ümid bəsləyir və onun əzabından qorxurlar. Yəni, ibtiğaul vəsilə, yəni vəsilə axtarmaq, qulluqla, sevgi ilə yaxınlaşmağı tələb etməkdir, axtarmaqdır, istəməkdir. İmanın dərəcələri, məqamları, yəni üçdür, hansı ki, onun üzərində bina olunur. Sevgi, qorxu və ümiddir. Sevgi, qorxu və ümid. Həmçinin bunlar qəlb ibadətlərinin rükunları, dayaqları sayılır. Səhih Müslimdə keçən hədisdə Cabir radiyallahu anhudan deyir ki, Səmi'tu Rasulullah sallallahu aleyhi və səlləmə yəqulu qablə məvtihi bi thələth. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin ölümündən əvvəl, 3 gün əvvəl belə dediyini eşitdim. Lə yəmutənnə əhədukum illə və huvə yuhsinu zannə bi rabbihi. Yəni, sizdən biri Rəbbi haqqında gözəl zəndə olmadıqca ölməsin. Digər hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, Yəqulullah azze və cəl, Allah Teala belə buyurur, Ənə ində zanni abdi bi, fəlyəzunnə bi mə şə. Mən qulumun mənə olan zənni yanındayam. İstədiyini mənim haqqımda zənn etsin. Yəni, ümid qəlbləri sevgi diyarına, yəni sevdiyinin diyarına aparan, yönəldən bir şeydir. Və Allaha, yəni axirət diyarına. Yəni, ümid etmək insanın bu yolda olan gedişatını yaxşılaşdırır. Bununla təmənni arasında, yəni arzu arasında fərq nədir? Var ümid, bir də var arzu. İnsan tənbəlliklə yanaşı nəsə gözləməsi bu arzu sayılır. Yəni, insan ciddilik, çalışqanlıq yolunu tutmur. Yəni, elə bil ki, insan əməl etmədən arzular içərisində olur, savablar gözləyir. Və yaxud da günah üzərində davam etdiyi halda bağışlanmağını gözləyir. Amma ümid isə elə olur ki, ümid insanın səbəblərdən tutmaqla, əməl etməklə və eyni zamanda gözəl təvəkküllə olur. Və birincisinin halı o kəsin halına oxşuyur ki, onun bir torpağı, ərazisi var və ora toxumu səpir, əkir və sonra əkinini götürür. Və ikincisinin halı isə mən yeşuqqu ardahu və yuflihu və yabzuruha və yarcu tulu'az-zər'i və lihədə əcməl arfanən rəca lə yasih illə mə'al əməl. Yəni, birisi torpağa heç nə səpmədən, əkmədən nəsə məhsul gözləyir. O birisi isə əkir və xidmət edir və sonra məhsul gözləyir. Və arif insanlar icma ediblər ki, yəni ümid əməllə yanaşı olur. Ümid əməllə. Amma arzular isə əməlsiz olur. Və sonra buyurur ki, وَالرَّجَاءُ ثَلَاثَةُ أَنْوَعٍ. Ümidin də 3 növü vardır. 2 növü bəyəniləndir və bir növü isə qınanılan, məzəmmət olunandır. Yəni, birinci, rəcəu rəculun amilə bi ta'atillah alə nurin minallah. Yəni, o kişinin ümididir ki, Allaha itaat edir və itaati də nur üzərində, yəni elm üzərində edir
və Allahdan savab gözləyir, ümid bəsləyir buna. Və raculun ədnəbə zənbən thumma təbə minhu ilallah. Və ikinci kişi odur ki, günah edir və tövbə etdikdən sonra bağışlanacağını ümid edir. Yəni bu ikisi yaxşı sayılır, yəni təriflənən, bəyənilən rəca sayılır. Və üçüncüsü isə raculun mütəmədin fit təfrid vəl xataya. Yəni o kişidir ki, səhlənkarlıqda və günahlar üzərində davam edir. Həm vaciblərə qarşı səhlənkarlığında və həmçinin günahlar üzərində asilikdə davam edir və heç bir əməl etmədən Allahın rəhmətinə ümid bəsləyir. Və bu qurur sayılır, yəni aldanma və boş arzular sayılır və yaxud da yalançı ümid sayılır. Yəni bu yolda gedən insanın iki baxışı olmalıdır. İnsan həm özünə, eyiblərinə və əməlində olan problemlərə baxmalıdır. Və belə baxdığı zaman onda qorxu yaranır. Və ikinci baxışı isə insan Rəbbinin lütfünə, kərəminə, ihsanına baxır. Və belə baxdığı zaman bu insanda ümid yaradır. Abu Ali deyir ki, Əl-xawfu və rəca kəcənahi dair. Qorxu və ümid quşun iki qanadı kimidir. Onların ikisi də olarsa, yəni quş düzgün şəkildə uçar. Və izə naqasa ahaduhuma, əgər onlardan biri olmazsa, yəni onun yaşaması, hətta uçması belə doğru olmaz. Sonra buyurur ki, وَالرَّجَى مِنْ أَجَلِّ مَنَازِلِهِمْ. Yəni ümid onların ən uca mərtəbələrindən, dərəcələrindən sayılır. Ən şərəfli. وَعَلَيْهِ وَعَلَى الْحُبِّ وَالْخَوْفِ مَدَارُ السَّيْرِ إِلَى اللّٰهِ. Həm ümid, həm sevgi və həmçinin qorxu üzərində insan Allaha tərəf seyr edir, gedir. Və Allah Teala ümid əhlini, doğru şəkildə ümid edənləri tərifləmişdir. Əhzab surəsi 21-ci ayədə buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمَ الْآخِرِ. Artıq Peyğəmbər sallallahu aleyhi və səlləmdə Allaha ümid bəsləyən, qiyamətə ümid bəsləyən kimsə üçün gözəl nümunə vardır. Deməli, ümid bəsləyənlər üçün Peyğəmbər sallallahu aleyhi və səlləm gözəl nümunədir. İlahi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləmdən Rəbbindən rəvayət edərək deyir ki, Yəbnə Ədəm, ey Adəm evladı, İnnəkə mə dəavtəni və rəcavtəni ғəfartu ləkə alə mə kənə minkə və lə ubəli. Ey Adəm evladı, nə qədər ki məni çağırırsan, dua edirsən və mənə ümid bəsləyirsən, mən səndən olanları, səndən ortaya çıxan günahları bağışlayaram və ona məhəl qoymaram. Yəni nə qədər ki insan dua edir, ümid bəsləyir, yəni günahları nə qədər böyük olmasına baxmayaraq Allah Teala onun bu halına görə bağışlayır. Əməş Abu Salihdən, o da Abu Hureyra rəvayət edərək deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Yaqulullah azza və cəl, Allah Teala belə buyurur. Ənə ində zanni abdi bi, mən qulumun mənə olan zənni yanındayam. Və ənə ma'ahu izə zəkarani, mən onunla bərabərəm məni zikr etdiyi müddətcə. Fəin zəkarani fi nəfsihi zəkartuhu fi nəfsi. Əgər o məni özündə zikr edərsə, yad edərsə, mən də onu özümdə zikr edərəm. Və in zəkarani fi mələin zəkartuhu fi mələin xeyrin minhum. Əgər bir toplum içərisində məni anarsa, mən onu daha xeyirli bir toplum içərisində anaram. Və in iqtarabə iləyyə şibran iqtarabtu iləyyə zira'a. Əgər o mənə tərəf bir qarış yaxınlaşarsa, mən ona tərəf bir dirsək yaxınlaşaram. Mənə tərəf bir dirsək yaxınlaşarsa, mən ona tərəf bir qolac yaxınlaşaram. Və in ətəni yəmşi əteytuhu harvalətən. Mənə tərəf yeriyərək gələrsə, mən ona tərəf qaçaraq gələrəm. Yəni insanda ümidin güclü olması
Allah'ı tanımasına görə, Allah Teala'nın ad və sifətlərini güclü bilməsinə görədir. Buna görə insanda ümid daha çox olur. Yəni Allah Teala'nın rəhməti, qəzəbini üstələmişdir. Əgər rəca, yəni ümid ruhu olmasa, qəlbin qulluğu və həmçinin bədən üzvlərinin ibadəti dayanar. Və həmçinin ibadət yerləri dağılar. Allahın zikr olunduğu məscidlər belə dayanar. Bəl ləvlə ruhur rəca ləmə təhərrəkət cəvarihu bit-ta'a. Əgər ümid ruhu olmasa, ümumiyyətlə bədən üzvləri itaətə yönəlməz. Və ləvlə rihuhu tayyibətu ləmə cərəs sufunul a'məli fi bəhril iradət. Deməli, rəca ruhu olmasa, əməllər gəmisi, istəklər, iradələr dənizində üzə bilməz. Və insanın sevgisinə görə, onun gücünə görə, yəni qəlbində olan Allah sevgisinin qüvvətinə görə insanda rəca hasil olur, ümid hasil olur. Və kullu muhibbin racin xaifun bid-darura. Yəni hər sevən, yəni insan Rəbbini sevməsindən gedir, hər sevən ümid bəsləyən və eyni zamanda da qorxandır. Fəhvə arcə mə yəkunu li habibihi, əhəbbə mə kənə iləyhi və kəzəlikə xavfu fə innəhu yəxafu suqutahu min aynihi. Deməli, insan sevdiyi zaman sevdiyi işləri ümid bəsləyir. Və eyni zamanda qorxu belə yaranır ki, sevdiyinin gözündən düşməsindən qorxur. Və onun dərgahından qovulmasından qorxur. Onun qorxusu şiddətli olur. Və rəcəuhu li məhbubi zətiyyun lil məhəbbə. İnsanın sevdiyinə ümid bəsləməsi bu sevgi ilə yanaşı olan bir şeydir. Fə innəhu yərcuhu qablə liqaihi vəl-vusul iləyhi. Yəni ona çatmazdan əvvəl, ona görüşməzdən əvvəl onu ümid bəsləyir. فَإِذَا لَقِيَ وَوَصَلَ إِلَيْهِ اشْتَدَّ رَجَاءُ لَهُ. Artıq onunla görüşdükdən sonra o ümid daha da şiddətli olur. لِمَا يَحْصُلُ بِهِ مِنْ حَيَاتِ الرُّوحِ. Çünki bununla onun həyatının ruhu hasil olur. Qəlbinin neməti hasil olur. وَنَظَرِ إِلَيْهِ بِعَيْنِ الرِّضَى وَتَأْهِيلِ لِمَحَبَّتِهِ وَغَيْرِ ذَلِكَ مِمَّا لَا حَيَاةَ لِلْمُحِبِّ وَلَا نَعِيمَ وَلَا فَوْزَ إِلَّا بِوُصُولِ إِلَيْهِ مِنْ مَحْبُوبِهِ. Həmçinin bundan sonra digər yəni o nemətlər insan üçün hasil olur və o nemətlərin də hasil olması, yəni bunları doğrultmasına görədir. فَتَأَمَّلْ هَذَا الْمَوْضِعَ حَقَّ التَّأَمُّلِ يُطْلِعُكَ عَلَى أَسْرَارٍ عَظِيمَ مِنْ أَسْرَارِ الْعُبُودِيَّةِ. Sən bu məsələni, bu dərəcəni haqqıyla düşün. Qulluq və sevgidə olan sirləri sənə ortaya çıxardacaqdır. فَكُلُّ مَحَبَّةٍ مَصْحُوبَةٍ بِالْخَوْفِ وَالرَّجَاءِ وَعَلَى قَدْرِ تَمَكُّنِهِ مِنْ قَلْبِ الْمُحِبِّ يَشْتَدُّ خَوْفُ وَرَجَاؤُهُ. Hər bir sevgi, qorxu və ümidlə yanaşı olan sevgi və eyni zamanda sevən insanın qəlbində bunun yerləşməsi qorxunu və ümidi daha da artırır. Lakin xawful muhib la yashabuhu vahşa. Amma burada bir məsələ vardır ki, sevən insanın qorxusunda vəhşət olmur, sıxıntı olmur. Bir də var, günah edən insanın qorxusu. Var sevən insanın qorxusu, bir də var pislik edən insanın qorxusu. Sevən insanın qorxusunda vəhşət, darıxma, sıxıntı olmur. Amma günahkarın qorxusu isə daha fərqlidir. وَرَجَاءُ الْمُحِبِّ لَا يَصْحَبُهُ إِلَّا بِخِلَافِ رَجَاءُ الْأَجِيرِ فَأَيْنَ رَجَاءُ الْمُحِبِّ مِنْ رَجَاءِ الْأَجِيرِ وَبَيْنَهُمَا كَمَا بَيْنَ حَالَيْهِمَا. Sonra misal gətirir. رَجَاءُ الْمُحِبِّ, yəni sevənin ümidi ilə yanaşı orada bir illət, xəstəlik və yaxud səbəb olmur. Muzlu insanın ümidinin əksi olaraq, yəni sevən insanın ümidi ilə
muzlu kimsenin ümidi arasında ne kadar yani fark vardır. Yani xulasa olaraq fərraca daruriyun lil muridi salih. Yəni raca bu yolda gedən insan üçün zəruridir. Zəruri olan bir şeydir. Vel arifu law faraqahu lahza latalafa awqat. Yəni arif insan bundan ayrılarsa bir an o tələf olar və yaxud da buna həlakə yaxınlaşar. Fe innehu dairun beyne zenbi yercuh gufrana. Çünki insan günah içərisindədir. O günahın bağışlanmasını ümid edir və eyni zamanda eyiblər var. O eyiblərin islahına ümid bəsləyir və salih əməli var. O salih əməlin qəbul olmasını ümid edir və həmçinin doğru yoldadır və bu doğru yolda olmasını, davamlı olmasına ümid bəsləyir. Və qurbin minallahi və mənzilətən ində və həmçinin Allaha yaxınlığı var. Allah yanında dərəcəsi və istəyir ki, o dərəcəyə çatsın. وَلَا يَنْفَكُّ أَحَدٌ مِنَ السَّالِكِينَ عَنْ هَذِهِ الْأُمُورِ أَوْ عَنْ بَعْضِهَا. Və buna görə də bu yolda gedən insanlarda yəni raca, ümid məsələsi olduqca mühüm məsələdir və insanda davamlı olacaq bir şeydir. Çünki ümid olmasa insanın ibadətində də problem hasil olur. وَالرَّبُّ تَعَالَى لَيْسَ لَهُ ثَأْرٌ عِنْدَ عَبْدِهِ فَيُدْرِكُهُ بِعُقُوبَتِهِ وَلَا يَتَشَفَّى بِعِقَابِهِ وَلَا يَزِيدُ ذَلِكَ فِي مُلْكِهِ مِثْقَالَ ذَرَّةٍ وَلَا يَنْقُصُ مَغْفِرَتُهُ بَلْ غَفَرَ لِأَهْلِ الْأَرْضِ كُلِّهِمْ. Yəni Allah Teala yəni qulundan yəni intiqam almaq istəmir və yaxud da cəza verməklə yəni intiqam almır. Və həmçinin bu Allah Teala'nın mülkündə zərrə qədər bir şey artırmır. Və məğfirəti də Allahın mülkündən bir şey azaltmır. Allah Teala bütün yer əhlini hamısını bağışlasa belə Allah Teala'nın mülkündən zərrə qədər azalmır. وَالرَّحْمَةُ أَوْسَعُ مِنَ الْعُقُوبَةِ. Yəni Allah Teala'nın rəhməti cəzasından daha genişdir və həmçinin qəzəbini qabaqlamışdır. Və Allah Teala öz üzərinə rəhməti yazmışdır.